niyə ölmüş qardaşın ətindən deyil? Diri insanın əgər əti qoparsa, onun bərpası mümkündür. Yaralanırsa sağalar. Amma ölü insanın əgər ətini qoparsan, əsla nə ola bilməz? Sağala bilməz. Yəni, insan o qeybət eləməklə, onun haqqında mənfi düşünməklə, sanki ona sağalmaz, sarsıltıcı bir yara vurur, xəsarət vurur. Amma biz dəqiq bu məsələnin ətrafında düşünsək, uca Rəbbimiz əsrlər öncə 14 əsr belə insanların haqlarını hətta fikri cəhətdən müdafiə eləyir. Bu günləri insan azadlığı üçün, insan hüquqları baxımından bütün dünya üzrə təbil çalırlar, müəyyən beynəlxalq təşkilatlar bu sahədə əl-ələ verib fəaliyyət göstərirlər. Amma dərindən biz baxmış olsaq, uca Rəbbimiz insan haqlarını hətta fikri baxımdan belə müdafiə eləyir ki, bir insan başqasının haqqında nəzəri cəhətdən, fikri cəhətdən belə mənfi düşünməməli, bilmədiyin şeyi danışmamalısan, deməməlisən. Və hətta hədislərdə varımızdır ki, əgər insan birinin qeybətini eləyərsə, birinin söhbətini eləyərsə, onun illərlə savabından, əməlindən, hətta bu eşitmişsiniz ki, nami əmalı verilər oxuyanda baxar görər ki, bəzi əməllər ki, eləmişdi, onlar yoxdur, amma bəzi əməllər görünür ki, onları eləməyib. Yəni, elədikləri görünmür, eləmədikləri var. Və o zaman uca Rəbbimizdən ona xəbərdarlıq olar ki, bu əməl o əməldir ki, sən haqsız yerə bilmədiyin halda başqasına böhtan atmısan, onun haqqında xoşa gəlməz sözlər danışmısan, onun abrını, iffətini, ismətini aradan aparmısan və burada belə bir sual yaranır. Əgər bu bir əməldirsə, nədən illərin əməlini aradan aparır, illərin əməli savabı gedir? Yalnız əqli bir cavabla buna qənaət bəxş edici bir cavab söyləmək olar ki, bu aramızda da belədir, cəmiyyətimizdə də belədir. Bir mənfi bir əməl insanın illik hörmətini aradan aparır. O belə bir deyim var ki, hörmət qazanmaq çətindir, amma qazanılan hörməti qoruyub saxlamaqsa ondan çətindir. Birincisi, hər kəs hər kəsə durduğu yerə hörmət eləmir. Özünə hörmət eləməyənə başqası da hörmət eləməz. Başqalarının insana hörmət eləməsi üçün ilk öncə insan özünə hörmət eləməlidir. Və hər kəsdə rahatlıqla və asanlıqla cəmiyyətin, xalqın, millətin sevgisini də qazana bilmir. Baxırsan, 40 il, 50 il zəhmət çəkir, o hörməti 40 ilə, 50 ilə qazanır. Amma bir qeyri-etik bir ifadəsi, qeyri-etik bir əxlaq normativlərindən, ölçülərindən kənar bir hərəkəti onun illər hörmətini neyniyir? Aradan aparır. Yəni, bu qeybət eləyən, böhtan atan, onun illər abrını aradan aparırsa və elə bu əməli onun illər ibadətinin, savabının da aradan getməsinə səbəb olur. Axı, cəmiyyətin əksəriyyəti analiz və təhqiq eləmir. Bu günləri elə ən böyük savaş informasiya savaşıdır. Çünki biz 21-ci əsr kompüter texnologiya, mobil rabitə, sivilizasiya, internet əsrini yaşadığımıza görə görürsən, sosial media üzərindən bir gecədə birini qəhrəman kimi də xalqa tanıda bilərlər, vətən xaini kimi də tanıda bilərlər. Çünki bu kütlə köklənmiş o media və sosial paylaşımlar və informasiyaya.
analiz və təhqiqlər edilmir deyə bəzən səni real həyatda tanıyan insanlar bir paylaşım nəticəsində zəng vurub sənin özündən o hadisəni xəbər almazdan öncə o paylaşımla sənin haqqında fikir formalaşdırır və o tənqid təhqirlərə o da bilərəkdən ya bilməyərəkdən axına düşür. Bu günləri bunu bənzətmək olar, Allah bütün sürücülərimizi yolda o ruzi ailənin qazancı üçün ya şəxsi iş fərq eləməz, hər nə ilə yolda olanları Allah əqlə gələr gəlməz yol qəzalarından, avtoqəzalardan qorusun, saxlasın. Bəlkə şahidi olmusunuz. Bəzən rayonlarımızda, magistral yollarda hərəkət eləyəndə, yol qəzası baş verəndə görsən maşınlar dayanıb, hadisə nədir bilmirsən, özündən asılı görürsən, düşən, maşından düşən qaçır. Sən də hadisəni bilmədən o axara düşüb sən də maşını saxlayıb elə qaçırsan. İndi orada nə olub, olmayıb və s. çatandan sonra bəzən insanlar sanki bu sosial informasiya, media vasitəsilə bir axına düşür, məsələnin həqiqət və mahiyyətindən xəbəri olmadan elə o istiqamətə yönəlir. Ona görə bu məsələdə son dərəcə diqqətli olmalıyıq. Bir insanın haqqında dediyi o mənfi sözlər, böhtanlar və ya olmayan sözləri, ifadələri deməsi onun illərinin qazandığı hörmətin aradan getməsinə səbəb olursa, nəticə etibarı ilə bunun elə bu əməlinə görə də illərin ibadəti varsa, yaxşı, xeyir əməlləri varsa ondan alınar.